والصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. اللهم صل على محمد وآل محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zaman'ın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmanlarının mehvi, zuhur ve kıyamının teciline salavat hediye eyle. Allahümme salli ala Muhammed Ali Muhammed. Bu davend-i mutahal gelen günlerimizi xeyr eləsin inşallah. İbadet, itaətlərimizi, dualarımızı kabul eləsin, müşküllərimizi həll eləsin inşallah. Hazreti Adem'den ta indiye kadar başta İmam Hüseyin aleyhisselam olmağına yar-ı ensari ve Allah yolunda her ne kadar canından, malından kesip şehit olanlar var. Ruhlarına salavat hediye eyle. Allahümme salli ala Muhammed Ali Muhammed. Geçen söhbətlərimizdə ərz elədik ki, gələcək üçün mənəvi hədəflərin rəsmi ki, istəsən rəsmin çəkəsən, o hədəflərin və həmən hədəflərə çatasan, ərz elədik ki, zaman ən üstün məsələdir. Əgər insan zamandan yararlanmasa, fürsətdən istifadə etməsə, heç bir mənəvi hal əldə edə bilməz. Mənəviyyatın, belə deyək, mərhələlərini və mərtəbələrini aşa bilməz. Zaman mühüm məsələdir. Zaman itkisidir ki, insan həmən o mənəvi hallara gedib çata bilmir, mərtəbələri və mənzilləri aşa bilmir, yüksəkliyə, təkamülə və rüşdə çata bilmir. Təkamül və rüşd zaman çərçivəsindədir. İnsan gərək zamanından istifadə eləsin. Dünən İmam Hüseyin əleyhissalamın kəlamını ərz elədim, bir cümləsində qaldı. Buyurdu İmam Hüseyin aleyhisselam, Allahümme inni a'uzu bike minel kelbi vel bela. İlahi, pənah aparıram sənə kərb və bəladan, imtihan və imtihandan. Hahuna mina xurikabina buyurur, elə bu Kərbəladır, buradır bizim atlarımızın cilovunun mıxlanan yeri və məhti rihalina. Rehlət yerimiz buradır və səfk-i dimaina, kanımızın tökülən yeri buradır. Yəni İmam Hüseyin aleyhissalam o məqsəd ki var idi, məqsəd üçün hərəkət eləmişdi. Mədinədən hiss elədi ki, bu məkanda artıq onun məqsədinə nail olan yeridir. Şair demişdi, indi o Ömərin adını seçmişdi orada, Ömər ibn Sədi, Ömər Sədi. Amma əslində tarixdə Şimridir. Ömər Duni ilə Hüseyin eşqin düşüb
sevdasına rey həvası ilə birisi bəla səhrasına. Yəni ikisi də gəlib, Ömər Səhət də gəlib Kərbəlaya öz məqsədinə çatsın. İmam Hüseyn də gəlib Kərbəlaya öz məqsədinə çatsın. Amma bunların tam əksdir gedişatları. Birininki müvəqqəti, birininki əbədi. Ömər Səhədinki müvəqqətidir, Şimrinki, İbn Ziyadınki, yəni qarşı tərəfinki müvəqqətidir. Hətta İmam Hüseyn əleyhissalam Aşura axşamı buyurdu ki, Ömər Səhət, bir buğda dənəsi yeyə bilməyəcəksən. O yeri ki, sənə deyiblər, mənim başımın müqabilində sənə verəcəklər, o məkanı sən gedə bilməyəcəksən heç. Oranın bir buğda dənəsin belə yeyə bilməyəcəksən. Yəni Ömər Səhət ondan sonra İmam Hüseyn əleyhissalamın başını kəsəndən sonra neçə il yaşayıb, minəydi atına, gedəydi Rey şəhrə, bir buğda yiyib qaydaydı. Deyəydi İmam Hüseynə ki, mən getdim, o buğdadan yedim. Çünki arif-i kamil, mümin-i kamil, kamil insan. Əgər ağzından bir söz çıxan, Xudavənd-i Mütəal o sözü yerinə yetirər. Çünki Allahın iradəsindən başqa bir iradə məsum etməz. Hər nə istəsə, o Allahın sözüdür. Əgər Quranda Xudavənd-i Mütəal buyurur, Həzrəti Rasulullah haqqında ki, ağzından hər nə çıxır, vəhyidir, biz ona ilham eləyirik, biz nazil eləyirik ona, yəni ağzından hər nə çıxır vəhyidir. Və əgər Xudavənd-i Mütəal Ali İmran 61-də buyurur ki, Əli Peyğəmbərin canıdır, deməli onun da dedikləri vəhyidir. Ali İmran 61-də Əmir-əl-Müminini ünvan kimi göstərdi, nə şəxs kimi. Deməli 11 məsumun hamısı o ayənin içindədir. Üstə gəl Həzrəti Zəhraya Ətər salamullah əleyha. Deməli onların da elədikləri nədir? Vəhyidir. İmam Hüseyn əleyhissalam buyurdu, o buğdadan yeyə bilməyəcəksən. Deməli o söz neydi? Vəhyidir. Ona görə Ömər Səhət sonradan heç vaxt o şeyi eləyə bilmədi. Əmir-əl-Müminin Meysəm-i Təmmara demişdi ki, Meysəm, birinci dilini kəsəcəklər, sonra səni öldürəcəklər. Meysəm-i Təmmarı bağlayıblar ağaca, hörmətsizlik eləyirlər, əziyyət verirlər və s. Meysəm dedi ki, İbn Ziyad, mənim ağam mənə deyib ki, birinci sənin dilin kəsiləcək, sonra şəhid olacaqsan. Dedi, mən indi elə edəcəyəm, ağavın sözü düz çıxmasın. Meysəm başladı, İbn Ziyad, sənin anın budur, ataların budur, filanın budur, filanın budur, filanın budur. İbn Ziyad dedi, tez kesin dilin. Dilini kestilər. Meysəm Allah'a dedi ki, bəli, mənim ağamın sözü düz çıxdı. Çünki onlar hər nə deyiblər, buyurur, vəhy-ü yuha, vəhyidir. Hər nə məsum dilindən çıxartdı, vəhyidir. Əgər birdən məsum bir nəfəri təyid eləsə, desə ki, bunun sözü mənim sözümdür, artıq o insan dizbədiz cənnətdə Resulullahla oturur. O məqama nail olar, elə belə şey deyil. Deməli, zaman mühüm məsələdir. Mütləq zamandan istifadə edib mənəvi halı düzəltmək lazımdır. Və İmam Hüseyn əleyhissalam da gəldi, həmən o vətən, ruhunun vətənini gəldi, Kərbəlada tapdı. Biz bilmirik harada öləcəyik. İnsan eykaş bilə harada öləcək. Bəzi insanlar var, Xudavənd-i Mütəal onlara deyir ki, siz harada öləcəksiniz.
Niye mənim kimi insanlara Allah bildirir harda ölməyimi? Çünki o yerdən qaçaram. Getmərəm o yerə. Çünki bilirəm orada öləcəyəm, qaçaram. Ona görə Allah gizlin saxlayıb. Amma o insanlar ki, qaçmazlar. Özləri öz ayaqları ilə, könüllü, öz iradələri ilə gəlirlər həmən yerə. Xudavənd Mütəal həmən insanları bəlli eləyir. Həmən şəhadət məkanlarını. İmam Hüseyin əleyhissalam gəldi, ruhunun vətənini kəşf elədi. Torpaqdan öpdü, dedi, bəli, budur. Ağınam, buradır. Necə ki, ərz elədim dünənləri, hörrə də İmam Hüseyin əleyhissalam buyurdu ki, hör havuna 2 dəfə deyəndə hörrün yadına siffeyin düşdü. Sonra biz də ərz elədik Həzrəti Musadan. Həzrəti Musa gəldi, dəryanın kənarına qayıtdı həmən yerə. O yerə ki, balıq dirilmişdi. Balıq harada dirilər? Siz balıq görmüsünüz, dirilsin, ölü balıq günlərlə sənin xurcununda olsun, kürəyində gəlsin, sonra gəlsin dəryanın yanında dirilsin, suya atansın ki, bu olmur. Amma Quranda Xudavənd Mütəal buyurur ki, dirildi. Ölü balıq idi, dirildi. Həzrəti Musa deyir, bir yerdə ki, ölü balıq dirilir, ora mədrəsədir, ora mədrəsdir. Orada görə insan dərs alsın. İmam Hüseyin əleyhissalamın Kərbəlası sadə bir matəm deyil, məktəbdir. Əgər desək məktəbdir, sübut eləsək ki, məktəbdir, məktəbdən nə inərlər? Dərs keçərlər. Əgər məktəb bildik və dərs keçilir dedik, dərsdə kim olar? Şagirdlər olar, tələbələr olar, deməli burada ustadlar olar. İmam Hüseyin əleyhissalam ustad idi, həmən 124 nəfərə və ümumi hamısı ustad idi. Kərbəlada dərs alandan sonra bütün aləmə, indi onlar dərs deyirlər. Bu elə həmən dərsdir ki, biz əyləşmişik, 2 ay dərsdə oturacaqıq. Hərdən səfər 60 gün dərsdə otururuq ta o 10 ayı əldə eləmək üçün. Səlmana deyirlər, Səlman, sən Peyğəmbərin yanında dizbediz oturan adamsan, gecə və gündüz dünya malının dalıyla qaçırsan. Səlman güldü. Dedi, məni ilə sizin fərqiniz bilirsiniz nədir? Mən 12 ayın, 2 ayını gecə gündüz toplayıram, 10 ay yemək üçün ki, Rəsulullahın dizinin dibindən çəkilməyim, öyrənim. Amma siz 12 ayın hər günün verirsiniz. Məni ilə sizin fərqiniz odur. Yəni, mən ancaq bu 2 ay əlləşə vuruşuram. 10 ay onu xırda-xırda yiyəcəyəm, ta Rəsulullahdan xidmətindən istifadə edib. Çünki Həzrət Rəsulullah məsciddə dərs qoymuşdu. Məsciddə dərs necə olur? Heç nə, məsciddə sağ ayağından girərdi, sol ayağından çıxardı. Dərsdir. Həzrət Rəsulullahın bütün hərəkətləri dərsi. İmam Hüseyin əleyhissalamın Kərbəlada bütün hərəkətləri dərsi. Hər nəyə baxırsan dərsdir. Hətta Həzrəti Əli Əsqər ağanı qucağına götürüb sonuncu şəhid kimi, qurbanlıq kimi göstərdi, o da dərs idi. Oğul istəyirəm, gəlsin 6 aylıq körpəsin, qalxılsın Allaha, desin ki, ilahi, Əli Əsqərə qurban. Görməli, kim deyər? Mənim dostum var, çoxdan ki söhbətdir, 10 neçə il bundan qabaq, bir dəfə Əli Əsqər ağadan ərz elədim, sonra dedi ki, sən danışdın Əli Əsqər ağadan, mən getdim evə. Onun indi 16-17 yaşı var oğlunun. Yəni 16 il bundan qabaqdan danışırdım, onda 6 aylıq idi. Sən danışdın, qurtardın, getdim evə, getdim uşağın üstünə, götürdüm uşağı ki, qalxızam, gördüm 1 tondur, 2 tondur, qalxıza bilmirəm. Kim qalxıza bilər? O insanlar qalxızar ki, Kərbəlanı məktəb bilə, İmam Hüseyni ustad bilə, özünü sinifdə bilə, dərs oxuya, dərsdən sonra nədir? İmtihandır. Gərək imtihan verəsən. İmam Hüseyin əleyhissalamın yar-ı ənsari imtihana gəlmişdilər. Oxumuşdular. İndi imtihana gəldilər. Həbibi ibn Müzəhhər, yəni Məzahir,
90 yaşı var idi Kərbəlanın, 90 yaşlı şagirdi var. Təsəvvür edin. Kərbəla elə belə yerdir. İrfan-ı Kərbəla əslində hüznün və qəmin fəlsəfəsi. Yəni, biz bu Məhərrəm Səfər ayında niyə qəmlənirik? Niyə qəm bizi basır? Niyə qara giyinirik? Niyə qəlbimiz kövrəlir? Niyə gözümüzdən bir damcı yaş olsa belə tökülür? Niyə ağlayırıq? Bunun ümumiyyətlə fəlsəfəsi nədir? Nəyə lazımdır bu? Bu neynir insana? Bunu ərz edeyim əvvəlcədən dedim orada. Bunu ancaq bu məktəbdə dərs alanlar bilərlər. Çünki bu dinin kitablarında yazılmıyor. Dinin kitablarında bu yazılmıyor. Tarixdə qeyd olub, Həzrəti Adəm əleyhissalam ağlayıb, Həzrəti Nuh əleyhissalam ağlayıb, Həzrəti Musa əleyhissalam ağlayıb, Həzrəti İbrahim əleyhissalam ağlayıb. Demək olar, bütün peyğəmbərlər ağlayıblar. Bu var. Bu tarix tərəfdir. Amma insan daxil olsa içinə, çatdırsam gün ərz eləyəcəm, çatdırmasam sabah. Bəsərlə bəsirət fərqini biraz araşdırarıq. Görək bunların fərqi nədir? Və Kərbəlayı bəsər lazımdır, yoxsa bəsirət lazımdır? Hansı lazımdır? Fərqləri dərz eləyəcək. Deməli, Kərbəla nəfsin Kərbəlasıdır. Aşıqin meracıdır. Bu bir cümlədir. Bu cümləni biraz açmaq lazımdır. Aşıqin meracı, nəfsin Kərbəlasıdır. Biz Kərbəlanın, torpağın bir meydan bilək bədənimizə. Ömər Sədin qoşununu 30.000, İmam Hüseyin əleyhissalamın deyə 124. Əslində bunu İmam Hüseyin əleyhissalam göstərdi ki, sizə hücum olan xətalar, səhvlər, günahlar 30.000'dir. Amma birdən siz istəsəz, nəfslə mübarizə aparasınız, 124 qüvvənin başında olan Hüseyin, yəni ağıl bəs eləyər. 30.000 yox, 300.000 olsa belə məğlubdur. Çünki məğlub oldu axı, deyirlər, qanın qılınca qələbəsi. Belə bir qovqa və dəstgah idi Kərbəla. Qan qələbə çaldı qılınca. Əslində belə olmur. Zahirdə belədir. Deyirlər ki, qılınc bir insanı öldürdü, qılınc qələbə çaldı. Amma burada qılınc qələbə çalmadı, burada qan qələbə çaldı. Niyə belə oldu? Məsələn, Səxavət Kərbəlada olsaydı, ya elə qeyri Kərbəla, məsələn, öldürsələr Səxavəti, bir şeyə yaramaz Səxavət. Nəyə yarayar? 2 nəfər eşidər, 2 nəfərə deyər, 6 nəfər, onlar da 40 gün ağlayar, məsələ də bitər. Amma İmam Hüseyin əleyhissalamda belə deyildi. İmam Hüseyin əleyhissalama aləm, bütün varlıq aləm, kainat, əflak yaz saxladı. Bizdən çox mələklər ağlayırlar. Bizdən çox cinlər ağlayırlar. Bizdən çox daşlar ağlayırlar. Bizdən çox ağaclar ağlayır. Bizdən çox heyvanlar ağlayır. İnsandan heyvanın sayı çoxdur. Daşın sayı çoxdur. Ağacın sayı çoxdur. İnsan nədir? Mələkin sayı çoxdur. Ən az insandır. Deyək indi məsəl üçün 8 milyar. Onda neydi ki? Olsun 2 milyard.
dünyada. Onlar da hansılar eşitdilər? İmam Səccad əleyhissalam, İmam Baqir əleyhissalam İmam Səccaddan nəql edir. Buyurur, and olsun Allaha, Aşura günü, İmam Baqir bilirsiniz də oradaydı 5 yaşında. İmam Baqir buyurur, and olsun Allaha, Aşura günü Kərbəlada daşı qalxızırdın, altından kan tökülürdü. Yəni mənası nədir? Mənası buydu ki, bütün kan bələmişdi hər yeri, xeyr o cür deyildi. Kim harda ölüb, kan ora tökülür. Kan tökülməyən yerlər var. Amma İmam Baqir buyurur, daşı qalxızırdın, altından kan tökülürdü. Nəyi qalxızırdın, altından kan tökülürdü. Bunu mərhum Ayətullah ki, kamil insan idi, Ayətullah Dəstəyev. Dəstəyev kitabında yazır, mən eşitmişdim ki, Kərbəla torpağı, əsl Kərbəla torpağı, Aşura günü günorta qana çevrilir. Bir neçə dəqiqəlik qana çevrilir, tezdən torpağa çevrilir. Bir eşitmişdim, qonşuda bir yaşlı qadın var idi, onda əsli həqiqi Kərbəla türbəti var. Bu söhbət təqribən 70 ilin söhbətidir. Təqribən. Bu kitabında qeyd edib Dəstəyev, mən özüm olmuşam. Deyir, getdim, o Aşura günü idi, evdeydim, qonaq getdim həmən xanım ilə, qapını döydüm, xanım çıxdı. Dedim, xanım, eşitmişəm, sizdə Kərbəla türbəti var əlinizdə. Dedim, var. Xahiş eləsən, onu götürə bilərsiniz. Getdi, içəri götürdü, neçə əskiyə bağlı, axırıncı ağ parçanın içindeydi. Açanda gördü ki, laxtalanmış qandı ortalıqda. Həmin o möhür kimi idi, möhür boyda. Laxtalanmış qan, hətta deyib, qanın ləkəsi belə düşmüşdü ağ parçaya. Deyir, elə gözümüzün qabağında laxtalanmış qan idi. Tezdən o məsələ keçdi və çevrildi torpağa. Yəni, deyir, mən bunu şəxsən gözümlə gördüm, bu qarı ilə bir yerdə, yaşlı xanımla bir yerdə, o da qeyd edir kitabında. Kərbəlada deyirlər, bir Kərbəlada ziyarətgahın içində bir yer var, əsli qəbrin özündən götürülür bir torpaqdır, qoyurlar Aşura günü orada baxırlar. İnşallah dünya elə bir dünyadır ki, bir gün elə hər yerdə o əllərdə olacaq, onu çatacaq. Ümmü Sələmə, Həzrət Rasulullah Ümmü Sələmə ilə söhbət edirdi. Söhbət elə gəldi, İmam Hüseyin araya çıxdı, İmam Hüseyin aradan danışdı biraz və ikisi də ağladılar. Dedi ki, Ümmü Sələmə, dedi, ya Rasulallah, sən olmayacaqsan, həmən vaxt dedi, yox, mən olmayacaqam, amma sən olacaqsan, sən onda sağ olacaqsan. Dedi, bəs mən hardan bilim, o baş verdi. Ağa Rasulullah bir torpaq ovucunda verdi, dedi, bunu saxla. Elə ki, Məhərrəm ayında bu torpaq qana çevrildi, onda bilərsən ki, oğlumuz Hüseyni şəhid elədilər. Bu kitablarda nəzəri qeyd olub. İndi əks insanlar bunu oxuyurlar və inkar edirlər. İnkar edirlər. Niyə inkar edirlər? Çünki bu başla qəbul olması şey deyil. Bu qəlblə qəbul olması şeydir. Bu əqidədən sonraki məsələdir. Əqidədən qabaqki məsələ deyil ki, sən bunu başa düşəsən, tərk edəsən. Ona görə sənə bu çatmaz. Sən bunu başa düşə bilməzsən. Əvvəla gərək Kərbəlaya aşiq olasan, eşq əqidədən sonradır, qabaqdır. İnsanı şiə eləyən eşq deyil. İnsana eşqi şiəlik verir. Yəni, bu aləmdə istəsən həqiqi aşiq olasan, gərək bu məktəbdə oturasan, bu məktəbin ustadlarından dərs alasan, sonra xırda mənəviyyatını düzəldəsən, sonra sənə çatsın ki, bu göz yaşı nədir? Əcaib yaradıb bu göz yaşı, amma insanlar gedib ora çata bilmirlər. Məhərrəm ayı qəm ayıdır, amma ariflər üçün ağlamaq bədbillik deyil. Əslində, ariflər ağlamasalar,
o pərdənin o tərəfinə çata bilməyəcəklər. Bunu qeyri-ariflər də bilir. Bunu qeyri-müsəlman da bilir. Bunu qeyri-mümin də bilir. Bilir ki, ağlamasan, pərdəli qalxasın altına baxa bilməyəcəksən. Pərdəli gözdən götürmək üçün ağlamaq lazımdır. Bunu hamısı bilir ha. Bunu xristiyanlar da bilir, bunu yahudilər də bilir. Biz nə edirik ki, biz sinə vururuz, hərdən biraz Allahın lütfi inayəti çox olar, başımıza vurarıq. Məsələn, bu qədər edirik. Amma xaçpərəstlər müşküllərinin həlli üçün özlərini ovuclarının içində taxtaya mismarlayırlar. Amma gəlib bu məktəbin ağlamağını inkar edib və bütövlükdə qalxırlar ki, olmaz ağlamaq. Əgər iblis bütün qoşunu ilə qalxıb ki, ağlamaq olmaz, deməli, məlumdur ki, bu ağlamaq neyir? Məlumdur. Qur'anda bir ayə deyib sizə, əlbəttə bir mövzu, çox geniş mövzudur. Çox da qəşəng, lətif, zərif bir mövzudur, şirin bir mövzudur. Deməli, Qur'anda Xudavənd Mütəal buyurur ki, əgər cinlər və insanlar ziharən, yəni bellərindəki ilə, yəni nütfələrlə, yəni nəsillə. Buyurur Xudavənd Mütəal, əgər cinlər və insanlar ziharən, yəni nəsil bə nəsil, arxaya və qabağa, hamısı cəm olsa bir yerə, Allahdan başqa bütün güclərini ortalığa qoysalar, bu Qur'anın bir kiçik surəsi qədər bir surə yarada bilməzlər. Eşidirsiniz? Təhəddidir. Allah təhəddi edir, sinəsinə vurur. Oğul istəyirəm gəlsin, məndən istifadə eləməsin. Allah buyurur, məndən istifadə eləməsin. Məndən başqa nə var, hamısını cəmləsin bir yerə, özdə ziharən. Bütün güclərini qoysunlar, bir kiçik surə qədər nədir? Götürə bilməzlər. Yəni, bu Qur'an qədər mümkün deyil. Qur'anda Xudavənd Mütəal buyurur, 2. Biz İsa Peyğəmbəri, Məryəm oğlu İsa'nı göndərdik. Hansı ki, o Məryəm oğlu İsa kəlimədir, kəlimətullah, Allahın kəliməsidir. Qur'an Allahın kəliməsidir, Həzrəti İsa Allahın kəliməsidir. Deməli, insan, məsum insan, pak insan Allahın neydir? Kəliməsidir. İndi buyur, bütün cinlər və insanlar hansı ki kafirdirlər, müşrikdirlər, fasiqdirlər, münafiqdirlər, facirdirlər, fasikdirlər, hamısı toplansın, Allahın kəliməsini aradan apara bilməzlər. Yəni, Kərbəlanı aradan aparmaq mümkün deyil. Kəlimətullah daxil. Allahın kəliməsinin başını kesiblər Kərbəlada. Sən bunu ziharən ins və cin gəlsin aradan apara bilməz. Mümkün deyil. Niyə? Allah buyurur ki, məndən başqa bütün gücünüzdən istifadə edin. Məndən başqa. Ancaq mən eləyə bilərəm bunu yaradım. Allah buyurur ki, mən ancaq Hüseyn yarada bilərəm. Mən ancaq Kərbəla yarada bilərəm. Lazımdır bu Hüseyn aləmə, lazımdır bu Kərbəla aləmə. Ona görə ərz elədim ki, kafir müşrik də bilir ki, ağlamaq nə qədər lazımdır. Özlərini də oturub ağlayırlar. Sən kafir ağlayan görməmsən, mən görmüşəm. Sən müşrik ağlayan görməmsən, mən görmüşəm. Sən fasik ağlayan görməmsən, mən görmüşəm. Sən zalim ağlayan görməmsən, bəs ondan niyə ağlayır? Göz yaşı təbiətindir, insanın zatındadır göz yaşı. İndi baxır, nə üçün ağlayırsan? Maşının üstünə daş düşsə, ağlasın, o ağlamağa bir şey verməzlər. Əgər birdən uşaq ağlasa, məlumdur ki, ya yemək istəyir, ya su istəyir, ya da üstünü dəyişmək istəyir. Ona bir şey verməzlər. Bu aləmdə bir növ ağlamaq var. O ağlamaq əgər
qəlbi cilalayırsa, deməli o cilalanan qəlb saflaşar, paklaşar. Ona görə deyirlər ki, aşiqin me'racı, nəfsin Kərbəlası. Yəni, əgər uruc eləmək istəyirsən, me'rac eləmək istəyirsən, Allaha yetişmək istəyirsən, çatmaq istəyirsənsə, yolu Kərbəladan keçir. Başqa bir yerdən sən gedəməzsən. Ona görə tarixdə elə belə qeyd olmuyor. Həzrət-i Nuh gəmi ilə gəldi, təlatür oldu, tufan qopdu, Qur'anda da işarəsi var, tarixdə də yazılıb. Aləm əydi bir-birinə. Həzrət-i Nuh, Allah deyir, bu nə məsələdir? 950 ildir danışıram ki, insanlar təbliğ olsun, sənin yolda gəlsinlər. Axırda sən mənə dedin ki, Nuh, ağac ək. Mən də ağac əkdim. Sonra buyurdun ki, indi o ağacları qır, kes. Yəni şalban düzəldi ondan, taxta düzəldi. Kesdim, yontdum taxta kimi. Buyurdu, indi bir də ək. Bir sünələr var orada. Bir dənə bu tarixi bir neçə ay danışmaq olar. Mən tələsik danışıram bunu. İkinci buyurdu ki, bir də ək. 40 ildən sonra dindi kes. İkinci 40 il al. Allah eləyə bilərdi, bir gəmiyə lazım olan ağacları Həzrət Nuh'a gəldi, bir dəfəyə ək, bir dəfəyə biç, gəmini düzəlt, sal yola. Birincini naqis elədi. Məsəl üçün 1000 dənə ağac lazım edirsə, dedi 250-sini ək. Üstündən 20 il keçdi, dedi 250 ək. Deyirsən niyə? Yubadır ki, bəlkə mən bunlara bəla verməyim. Yubadır. Yoxsa Allah-u tez bazar edə bilir bunlar. Yubadır məsələn. Gəldi. İndi Həzrət Nuh Allah'a deyir, ilahi, mən bu gəmini də düzəltdim, yaxşıları yıxdım bu gəmiyə, gəlmiş indi suyun üzündə üzürük, bir bəla, tufan, bu mənası nədir bu tufanın? Cəbrail əleyhissalam nazil oldu ki, Allah salam deyir sənə, ay Nuh. Allah deyir ki, bu keçdiyin yer Kərbəladır, Neynəvadır. Kərbəla haradır, ilahi. Sənin nəslindən gələn, İbrahimin nəslindən gələn, İsmaildən, Tabi Rəsulullah, onun belindən gələn Həzrəti Zəhrayı Ətər, oradan gələn Hüseyin olacaq. Onu belə qətlə yetiriləcəklər, belə şəhid edəcəklər və s. Həzrəti Cəbrail danışır, Həzrəti Nuh da ağlayır. Rozaxanlar gedir orada. Roza oxuyurlar. Cəbrail roza deyir, Nuh ağlayır. Belə tarixdə elə belə deyil. Və məsumlardan ki, Adəmdir, Nuhdir, İbrahimdir, Musadır, İsadır haqqında yazılıb tarixdə ki, bunlar Kərbəladan keçiblər, hərəsinin başına bir iş gəlir, birinin dizi qırılıb, qanlayıb, birinin başı və s. Bu bilsən nə yazılıb? Buyurur ki, İsmətdə kamal və düz Allahın yanına çatmaq üçün yolu Kərbəladan keçir. Ona görə bütün peyğəmbərlərin yolu Kərbəladan salıb ki, ay insanlar bilin, Kərbəlasız mümkün deyil. İmam Baqir əleyhissalam nə buyurur? Buyurur, bir insan mümin ola, imanı kamil ola. İmanı kamil yəni 100. Buyurur, əgər babam Hüseynin qəbrin Kərbəlada ziyarət etməsə, imanı nöqsanlı olanlar ilə məşğul olar yanında. Yəni ona heç nə verməzlər. Düzdür, imanı kamildir, amma Kərbəladan keçməyir bu. Kərbəladan gərək keçəsən. Ona görə ərz elədim ki, aşiqin me'racı, nəfsin Kərbəlası. Yəni, əgər istəsən me'raca qalxasan, Kərbəla nəfsindən keçməlisən. Baxın, 25 milyon insan Nəcəfdən ta hərəkət edirlər. Hərəkət edirlər bunlar. Nə edirlər bunlar? O qəlbi və özü qara, belə deyək, hansı nütfədən əmələ gəlib bilmirəm. O məsələ deyir ki, bu qara ilandır. Bu qara ilan axırına çıxacaq küfrün. Küfrün adını.
O qara ilan. Bəli, ərbəin küfrün və şirkin axırına çıxacaq. Bu qeyd olunur. İmam Zaman əleyhissalam əgər 5 dənə şüarı var, 1100 ildən sonra, 1100 il pərdə arxasında qala, gələ Kəbəyə söykənə, 5 dənə şüar verə, 5-inin 4-ündə Hüseyn adını çəkirsə, deməli küfrü və nifaqı Kərbəla sonlandıracaq Allahın izni ilə. Və orada balaca bir şeydir. Görün İmam Zaman əleyhissalam nə Kərbəla yaradacaq. Orada balaca bir Kərbeladır. Bu da deyim, Kərbəlada gedirsiniz, Allah rəhmət eləsin bizim böyük alimlərimizi, Seyyidul Arifin başda, salamat eləsin indiki alimlərimizi. Ustad Cavadamın buyurur ki, Kərbəlaya möminlər ziyarətə gedirlər. Kərbəlaya möminlər ziyarətə gedirlər. Yəni İmam Hüseynin ziyarətinə, Əbəlfəz ağanın ziyarətinə gedirlər, bilsinlər ki, orada minlərlə Yezidin qoşunundan ölüb bastırılanlar var. Bilsinlər. Yəni, kimi ziyarət edirsən Kərbəlada bilməlisən. Nəfsün şimridirsə, zahirin Hüseynidirsə, sənin ziyarətin burada yox, o tərəfdədir. Əsas məsələ budur. İnsan əgər bunu tapa bilməsə, onun üçün üruc nədir? Onun üçün tənəzzül da nizamdır. Kərbəlada nə var? 2000 manat pul versən, 1000 də belə xərcləyirsən. 3000 manatla Kərbəlaya gəlib gəlirsən, amma bilmirsən kimi ziyarət edirsən. Hüseyni ziyarət edirsən, yoxsa Yezidin qoşununda ölənləri ziyarət edirsən, hansını ziyarət edirsən? Kim indiyə qədər Yezidin qoşununda ölənləri Kərbəlada ziyarət edir? Heç kəs. Kimin qəlbindən keçib? Kimin şuurundan keçib, ağlından keçib? Heç kəsin. Səxavət bu nə söz deyirsən? Dedim axı, şimri yaşayırsansa, Hüseyni yaşamırsansa, ziyarətin olardı. Amma zahirdə Hüseyndən yapışırsan. O birisi aləmdə, qiyamətdə, içlə hesablanır hər şey, çöllə yox. Diqqətli olmaq lazımdır. Bu qədər xərc, xəracat nə üçündür? Hara getmək istəyirsən, meyracın haradır? Ümumiyyətlə fikri meyracdır yoxsa yox. Məsələn, namazından müğayət olmayanın Kərbəlada nə işi var? Namazından müğayət olmayanın, orucundan müğayət olmayanın, canından, ağlından, dərkindən, hafizəsindən, məğzindən ki, məğz insan üçün bəsirət yeridir. Sabah ərz eləyərəm onu. Əgər ondan müğayət olmayacaqsansa, sən Kərbəlada nə üçün var? Biz dualarımızın içində həmçə deyirdik ki, ilahi bizi Kərbəlayı etməmiş öldürmə. Bir dəfə bir dostlardan mənə deyir ki, Yazır, sən Kərbəlada olmamısan? Dedim, olmuşam 6-7 dəfə olmuşam. Biz dua edirsən ki, ilahi Kərbəlayı et. Dedim, yox, Kərbəlaya getmişəm. Kərbəlayı ölmək tamam başqa şeydir. İnsan Kərbəlayı ölən. Birinci Kərbəlayı kimdir? İmam Hüseyin özüdür. Yar Ənsari ilə bir yerdə. Birinci, deməli, Kərbəlayı məqsəd, məqsudi həmən orada ölənlər kimidir. Birinci Kərbəlayı Hüseyin desə, o cür ölmək Kərbəlayı olur. Yoxsa sən Kərbəlada səqavət. Ne işin var? Bu birinci, ikinci qalsın inşallah. Bugün müntəsəbdir Əbəlfəz ağaya. Köhnələr belə edirlər. Deyirlər ki, Məhərrəm ayının 4-cü günü Əbəlfəz ağadan danışırlar. Onlar da bir rəsm edir, bir xətti qoyurlar. Əbəlfəz ağanın anası məşhur bir qəbilədəndir. Əmir əl-Möminin əqilin vasitəsilə o xanını alıb. Adı Fatimədir. Həzrəti Zəhra salamun əleyha dünyasını dəyişəndə uşaqlar balaca idilər.
Təqribən İmam Həsən ağa 6 yaşı, təqribən. İmam Hüseyin 5, xanım Zeynəb 4, xanım Ümmü Külsüm 3. Bu yaşdaydılar. Yəni, həyatı buluğa çatmamışdılar uşaqlar. Bu müsibət baş verdi Əmir el-Mömininin evində Həzrət Zəhra salamu aleyhanla qabrğalarını sındırdılar və şəhidə etdilər. Əmir el-Möminin evlənmək istəyir, əqli çağırdı ki, mənə bir xanıma şir doğsun. Mənə bir xanıma şücaətli bir şir doğsun. Əqil getdi, əqil də nəsəb tanıyandı. İnsanların sifətinə baxan kimi bilir hansı nəslindən gəlir. Belə bir adam. Getdi bir məhləyə, oradan bir xanım götürdü, adı Fatimə. Gəldi Əmir el-Mömininin evinə, bilmirəm 1 gün, 2 gün, 3 gün. Bir dəfə ərz elədi ki, ağam, onlar bir söz deyib, Əmir el-Möminin buyurdu ki, buyur, bəlkə mənim adımı dəyişəsən. Çünki mənim adım Fatimədir, balalar da məni Fatimə çağıranda narahat olurlar. Mənim adımı dəyiş. Hələ təzədir ya, 3 gün, 5 gündür gəlir. Əmir el-Möminin buyurdu ki, yaxşı, sənin adın olsun Ümmül Bənin. Ümmül Bənin yəni oğullar anası. Hardan bilir Əmir el-Möminin oğlu olacaq xanımın? Hardan bilir? İmamdır. Sənin adın olsun Ümmül Bənin. Əmir el-Möminin də məqsədi Əbəl-Fəzl-i Əbbasdır. Əbbas. Bunu parantekstdə deyim, söhbəti çox deyil. Qiyamət günündə əgər Əbəl-Fəz ağa bir nəfərin qarşısına çıxsa, ona rəhbərlik eləyib, onu İmam Hüseyin ağanın yanına aparsın, məsələsi bitib. Nə sorğusu var, nə sualı. Məsələsi həll olub, cənnətlikdir. Düz Həzrət Zəhranın yanında, Resulullahın yanında. Əbəl-Fəz ağa şərtdir. Niyə şərtdir? Çünki Əmir el-Möminini qəbul etməsən risalət qapısı üzvə açılmaz. İmamət qapısını üzvə açmaq istəyirsənsə, gərək Əbəl-Fəzlin qapısından keçəsən. Ona görə deyilər, ziyarətə gedəndə birinci gün Əbəl-Fəzlin yanına ağaya deyin ki, ağa, izin versin, gedim ağavı ziyarət edeyim. Sən izin verirsənsə, mən gedim oraya. Gərək izini Əbəl-Fəz ağadan alasan. Ama birinci Əbəl-Fəz ağanı ziyarət etmək yaxşıdır. Kimdir bu Əbəl-Fəz ağa? Əlbəttə, buradakı söhbətlərə sığmaz o. Çox tanışdım mən. Əbəl-Fəz ağaya ədəbi, əxlaqi, şücaəti və s. hamısın anası Ümmül Bənin öyrədib. Əlbəttə ki, Əmir el-Mömininin oğludur. Atası da ona müəyyən şeyləri öyrədib. Dünən 2 kəlmə ərz elədim Əbəl-Fəz ağadan. Ərz elədim ki, Əbəl-Fəz ağa 2 qol verdi İmam Hüseyin əleyhissalamın yolunda, amma doymadı. 2 ayaq da verdi, doymadı. Başını da kestiler. Bilirsiniz, Peyğəmbər nəslindən bir nəfərin başı nizədə getməyib. Qalan hamısının başı gedir. Bir nəfərin başı nizədə getməyib, o da Əbəl-Fəz ağanın başıdır. O da niyə getməyib? O qədər əmudla vurdular, o ağır çəkiklərlə vurdular, dağılmışdı baş. Başı dağıtmışdılar, nizəyə gəlmirdi. Ona görə getmədi o baş. Boşalaşdılar 2 qardaş, dahil oldular. Əbəl-Fəz ağadan başqa heç kəs qalmayır. Hamısı şəhid olub. Qalıb Əbəl-Fəz ağa, İmam Hüseyin. İkisi bir yerdə hücum elədilər.
Ağırda Ömer Səhət dedi ki, bu iki qardaşı bir-birindən ayırmaq mümkün deyil. Bunları heç kəs bir-birindən ayırmaz. Bunlar Əlinin balalarıdır. Elə hücum elədilər, elə eləyin ayırın bunları bir-birindən. Əvvəlfəz ağa düşdü Fərata. İmam Hüseyin ağa düşdü Xeyməyə tərəf. Özüm vurdu Əvvəlfəz ağa suya. Dünən iki sifət ərz elədim sizə, fədakar və vəfadar. Su paylayan iki cürdür. Biri ərəblər işlədər səqqal. Səqqalın mənası budur. Əlində su varsa, hamısına paylayarsan, qalsa içərsən. Qalmasa içməzsən. Amma birinci hamısı siyirab olmalıdır. Buna deyirlər səqqal. Əvvəlfəz ağaya səqqal niyə görə deyirlər? Çünki götürdü Fəradda suyu, baxdı suya, içmək üçün götürməmişdi. Baxdı suya, dedi sən məni aldada bilməzsən. Su, ay Fərad, sən məni aldada bilməzsən. Mən içim, Hüseyin içməsin. Mən içim, Əli Əsqər içməsin. Mən içim, Rüqəyyə içməsin. Uşaqlar su gözləyir. Amma bir qurtum su içsəydi, Əvvəlfəz ağa 1000 öldürmüşdü, 1000 öldürərdi. Ağıl deyir ki, o sudan bir qurtum iç ki, suyu xeyməyə çatıra biləsən. Biraz güclənəsən. Buna ağıl deyir. Eşq. Eşq deyir, yox, huzur deyil. Bilirsən niyə? Əvvəlfəz ağa deyir ki, yaşamaq üçün gəlməmişəm mən bura. Mən Kərbəlaya doğranmaq üçün gəlmişəm, ölmək üçün gəlmişəm. Əgər yaşamaq üçün gəlsəydi, mütləq içərdi. Deməli, içməyibsə suyu, Əvvəlfəz ağa əvvəldən bura gələndə ölmək üçün gəlmişdi. İmam Hüseyin əleyhissalamın rikabında ölmək üçün gəlmişdi. Suyu doldurdu kürəyinə, gəldi. Bir qolunu kestilər, iki qolunu kestilər. Sonra atdan saldılar. Sonra 3 şöbəli oxla gözünə vurdular. İmam Hüseyin ağa çatana qədər vur ki vurasan. Əli Əkbər ağada da belə olub, danışaraq inşallah. Deyirlər, Əlləmiş Hüşləri buyurur ki, İmam Hüseyin əleyhissalam Əvvəlfəz ağanın üstünə çatanda, ki dünən də ərz elədim, qolları və ayaqları yığa-yığa gəlirdi. Deyir, yox, İmam Hüseyin ağa Əvvəlfəz ağanın cənazəsinə çatanda əzalar hamısı yanındaydı. Əvvəlfəz ağanın yanındaydı əzalar. Əlləmiş Hüşləri buyurur ki, mələklər cəm etmişdi. Mələklər toplamışdı əzaları bir yerə. Burada bir cümləsi Əvvəlfəz ağa ərz edir ki, Ədrikni ya əxa. Hüseyin, ay qardaşım, gəl. Ömründə qardaş deməyib Hüseynə. Axırıncıdır. Axırıncı ləhzə və anlar yıxılıb, Ədrikni ya əxa, qardaşım, tez gəl. Xanım Zeynəb salamullah aleyha gördü ki, İmam Hüseyin əlin qoydu belinə. Bacı, ata, ana oğulun əlini belinə aparmaz. Yeganə qardaşdır ki, əgər sağlığında dünyasında isə qardaşın, əlin belinə gedər. Yeganə qardaşdır. Deyir İmam Hüseyin ağanın əli getdi belinə. Əl'an inkəsərə zəhri. Belim indi sındı. Yəni artıq Kərbəla dayandı. Kərbəla dayandı. Hüseynin şəhadət vaxtı çatdı. Əvvəlfəz getdi. Həmişə Əvvəlfəz ağa dizin qoyardı, İmam Hüseyin Zülcanaha minərdi. İndi xanım Zeynəb. Daha artıq xanım Zeynəbin müsibətləri buradan başladı. Dizin qoydu, İmam Hüseyin ağa qalxdı. Qalxdı atına, Zülcanaha tez çatdı, Əvvəlfəz ağanın üstünə. Axırıncı ləhzələr və anları idi. Dedi, qardaş, dur gedib xeyməyə. Daha su lazım deyil.
İstəmirik su. Dur gedək xeyməyə. Əvvəlfəz ağa da gözü ilə işarə elədi. Bir-iki kəlmə deyə bildi ya deyə bilmədi. İmam Hüseyin ağa başa düşdü ki, yəni aparma məni, xeyməyə aparma. Susuz hara aparırsan məni? Xanım Rüqəyyə çıxsa, Səkinə çıxsa, Fatimə, o birisilər çıxsalar qarşıma, onlar gözləyirdi ki, mən su götürəcəyəm, məni aparma. Amma gözümün qanını sil. Bir gözü qalmışdı, gözümün qanı. Sonuncu dəfə cəmalığa baxam. Kərbəla, Allahın cəmal təcəllisidir. Elhamdülillahi Rabbil aləmin. İlahi var, pərverdigara sənan veririk. Allahlığın xatirinə İmam Zaman ağanın zuhur və qiyamında təcil elə, ihsanatı qəbul elə, məsələrimizə şifaya acil inayət elə, mənəvi və maddi müşküllərimizi həll elə, iltiması dua edənlərin dualarını məqbul elə, İlahi var, pərverdigara övlad olmayanlara övlad inayət elə, övladı xəstə olanlara şifaya acil inayət elə, İlahi var, pərverdigara bizləri Kərbəlaya etməmiş, öldürmə, İlahi Hüseynsini ilə üzvə öz qoyma, İlahi var, pərverdigara haqqına, həqdən seçməyə bizləri furqan, ta elə, İlahi uləma-i isna şərif sosa məqam-ı qaid yerin gölbəliyyatından hirs elə, İlahi qalib düşmənlərin məqlub vilayətin müttəsil elə, İlahi var, pərverdigara sənad veririk Allahlığın xatirinə, ağladıq ya qəbgün olduq bu gözləri qiyamət günündə ağlar qoyma, İlahi var, pərverdigara sənad veririk Allahlığın xatirinə, bu il, hər il bizləri müqəddəs məkanlara zəvvar qərar ver. İlahi var, pərverdigara, İmam-ı Zamanın zuhur və qiyamını təcil elə. Ağanın zuhur və qiyamından sonra bizləri o ağanın qarşısında yox, ağanın yanında, civarında, üzü ağ, peşman olmayanlardan qərar ver. Dualarımızın, ibadət itaətlərimizin qəbuli, İmam Zaman ağanın zuhur və qiyamının təcilindən səvrat edir.